ictimai xadim, gözəl biliyə malik olan bizim dostumuz Rövşən Nəcəfov da alqışlarınızla dəvət edirəm. Rövşən bəy buyursun. Burada qonaqların çoxu mən bilirəm ki, Rövşən bəyi elə tanıyıb gəlib, sevib gəliblər. Xoş gəlmişsiniz, buyurun. İlk olaraq hər birinizi salamlayıram. Nuş olsun deyirəm, xoş gəlmişsiniz. Eşə mənim böyük qardaşımdır. Biz həm yaxşı dostluq edirik, həm də düşmənçilik deyirik. O düşmənçilik ki, mən çox şeylə razılaşan adam deyiləm həyatda. Həmişə narazıyam. Çünki daha yaxşısını etmək olar hər şeyin. Və mənim gözləntim də budur. Eşən yaxşı etibar olunası bir insandır və mən onun etdiyi hər bir işdə onun səmimiyyətinə inanıram. Bu mənim üçün kifayət edir ki, bir insan həyatda istədiyi şeylərə nail ola bilər. Mən bir psixoterapevtəm və mən insanlarla işləyirəm. O insanlar ki, onların bu dünyaya aidiyyatı yoxdur. Məsələn, biz burada danışırıq, yemək yeyirik, onlar hardasa müalicə alırlar. Və hansı ki, o müalicənin sonu yoxdur. Və mən inanıram ki, burada olan insanlar öz gələcəklərinlə bağlı narahatçılıqları həm də işıq yandırır onların həyatında. Amma elə insanlar var ki, onların həyatında heç bir işıq yoxdur. Və Eşən də çalışır ki, öz dostlarına işıq yandırsın. Eşən həqiqətən də adının haqqını verməyə çalışır. Çünki elimizi şən etmək üçün bəzən bizim yaxşı dosta ehtiyacımız var ki, bizim həyatımız da, bizim düşüncəmiz də, bizim davranışımız da şən olsun. O şən ki, o həm də bizi gələcəyə aparır. O gələcək ki, orada bizim övladlarımız sağlam yaşayacaq. O gələcək ki, orada biz bir-birimizi daha çox sevəcəyik və bunun üçün də bugün nə etməli lazım olduğumuzu bilməliyik. Mən inanıram ki, burada oturan hər bir insan öz səmimiyyəti ilə həyatında daha yaxşı addımlar atacaq və özünə inanaraq, özünə xidmət edib, başqalarına da öz xidmətini göstərə biləcək. Xidmət etmək bir insanın ən yaxşı keyfiyyətidir və o xidməti də edərkən vicdanınızı heç vaxt, heç yerdə qoymayın. Qoymusunuzsa da onu mütləq götürün. Çox sağ ol Eşən, yaxşı ki varsan, yaxşı ki qardaşımsan. Mən 37 ildir onu tanıyıram və mən inanıram ki, hələ indən sonra da biz bir-birimizi yenə də kəşf eləyəcəyik. Sənə uğurlar arzulayıram. Gəncəvi adını, haqqını verəcəksən. Mən ona həmişə deyirəm ki, sən sonuncu Gəncəvisən. Və mən inanıram ki, kimlərsə də deyəcək, yox, biz sonuncu Gəncəvi deyil, mən də Gəncəviyəm. Çünki Nizami Gəncəvi həqiqətən də bir dünyadır. O dünyanın içində bəzən insan itə bilər, bəzən də özünü tapa bilər. Çox sağ ol, yorulmayasan, komandavada xüsusi uğurlar və möhkəmlik arzulayıram. Var olun. Çox sağ ol Rövşən, təşəkkür edirəm. Və